Burada mənim 2-ci sinifdə keçirdiyim açıq dərsdir. Mingəçevir şəhər Natiq Qasımovadan 4 saat tam orta məktəbi 2-ci sinifdə keçən Azərbaycan dili fənnindən Xaribov və Qoxulu Zəfər gününə aid açıq dərs. Dərsimiz 7 noyabr 2025-ci il. Yenə günə başlayır məktəbdə, zəng səsi eşidiləndə, dəftərimizdə gül açılır, qələmimlə söz saçılır, hər sətrində sevinç var, dil dərsimdə bilik var. Daha sonra Azərbaycan dövlət himni səsləndirilir. Vətənim, səndən ötürü can verməyə cümlə qadiriz. Səndən ötürü qan tökməyə cümlə qadiriz. Üç rəngli bayrağınla məsud yaşa. Üç rəngli bayrağınla məsud yaşa. Minlərlə can qurban oldu, sinəm hərdən meydan oldu. Hüququndan keçən əskər hərə bir qəhrəman oldu. Sən olasan Gülüstan, sənə hər an can qurban. Sinəmdə tutma, konuşmuşam. Namusunu hifz etmeye, bayrağını hissetmeye, hissetmeye, hissetmeye. Azərbaycan, Azərbaycan, Azərbaycan. Dinləyəndən sonra, daha sonra hüququndan keçən əskər hərə bir qəhrəman oldu deyərək bütün şəhidlər ayağa qalxır və Azərbaycan şəhidlərinin şəkillərində əllərinə tutaraq bir dəqiqəlik şəhidlərimizi yad edirik və Allah bütün şəhidlərimizə rəhmət etsin. Daha sonra ordum keçsin Qarabağdan, gah Şuşadan, gah Ağdamdan, axşamüstü komandadan xəbər gəlsin zəfər çaldıq, Qarabağı tamamladıq. Daha sonra işğal olunmuş rayonlarımız gəlir və onlar Azərbaycan sözünü yaradırlar və bütöv Azərbaycan xəritəsi ekranda göstərilir. Daha sonra standart və reallaşdırılan çıxan məqsəd, uşaqlarımızla reallaşdıracağımız məqsəd ekranda göstərilir və qiymətləndirmə ekranda təsvir olunur. Daha sonra isə mövzu göstərilir. Mövzuda gördüyümüz kimi Xarı bülbül, Qoxulu Zəfər günü və bütöv Azərbaycan xəritəsi, eləcə də Xarı bülbül təsvirləri, həm də Xarı bülbülə bağlı şeir ekranda təsvir olunur. Daha sonra Xarı bülbül, Qoxulu Zəfər günü motivasiya üçün mövzuya yönəltmə ekranda təsvir olunur. Zəfər günün mübarək deyərək tədqiqat sualı verilir. Nəyə görə Xarı bülbül bizim zəfərimizin rəmzi sayılır? Daha sonra isə İlham Əliyevin Azərbaycan tarixində ən şərəfli səhifəsini yazır və Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu Ermənistan ardıcıl təxribatlar və yeni işğal
planların qarşısını almaq, işğal altında olan torpaqları azad etmək məqsədilə 2020-ci il sentyabrın 7-dən etibarən başladığı zəfər yürüşünə inanılmaz uğurlar əldə etmişdir. Daha sonra biz qalib gəldik və burada işğal